ardıcıl birləşdirilmiş kondensatordan və sarğacdan ibarət olan ardıcıl birləşmiş kondensator və sarğacdan ibarət olan elektrik dövrəsi rəqs konturu adlanır. Və şəkil belə də bilərsiniz. Belə də var. Baxın. Bu sarğacın içliyidir. İndüktivlidir. Bu da kondensatordur. Bu da siyasi. Hər ikisinin normalda çəkimi olar. Ardıcıl birləşdirilmiş kondensator və sarğacdan ibarət olan elektrik dövrəsi rəqs konturu adlanır. Rəqs konturu sərbəst elektromanit rəqsləri almaq üçündür. Necə ki, riyazi rəqqas götürsək belə, riyazi rəqqasda nə alınır? Mexaniki rəqslər alınır, düzdür. Rəqs konturunda nə alınır? Sərbəst elektromanit rəqsləri alınır. Biz rəqs konturunda birləşdirici naqillərin müqamətini nəzərə almayacaq. Hesab edəcək ki, orta məktəb kursunda hesab edirlər ki, birləşdirici naqillərin müqaməti sıfıra bərabərdir. Belə olsa, burada istilik miqdarı ayrılmaz. Q bərabərdir. I kvadratı R-T istiliyi ayrılmaz. R0 olsa istiliyi ayrılmaz və buradakı rəqslər sönməyin olar. Biz bu hala baxacağıq. Burada gərgin rəqslər var. Rəqs konturu nələr harmonik rəqs alınır? Baxın bir, kondensatorun köynəyində Q yükünün harmonik rəqsləri alınır. Q maksimal. Məsələn, ya sinüs ya kosinüs yazacaq. Kosinüsdən. Q bərabər Q maksimal, kosinüs qədər. Q maksimal bu kondensatorun köynəyindəki yükün maksimal qiymətidir. Q isə baxılan andakı qiymətidir, ani qiymətidir. Sonra rəqs konturunda kondensator boşanda cəryan alınır. O cəryanın düsturu belədir. I bərabərdir. I maksimal, kosinüs, omega t və yaxud sinüs omega t. Belə bir rəqslər alınır. I maksimal, rəqs konturunda alınan cəryanın maksimal qiymətidir. I ani qiymətidir. Sonra bu kondensator köynəkləri arasında gərginlik dəyişir. U bərabərdir. U maksimal, kosinüs omega t. Göz bunlar kəmiyyətin amplitud qiymətləridir. Bunlar da kəmiyyətin ani qiymətləridir. Ani qiymət, yəni baxılan andakı qiymətlər başa düşülür. Aydın oldu. Belə. Demək, rəqs konturunda kondensatorun köynəyinin yükü, kondensator köynəkləri arasında gərginlikdir, rəqs konturunda gərək şiddətdir, sarğacda mani selidir. Bunlar hamısı harmonik qanunla dəyişir. Rəqs konturunda yaranan prosesləri biz asiloqrafla müşahidə edirik. Asiloqraf ekranında belə bir rəqslər alınır. Nə cür rəqslər verilirsə, o cür rəqslər alınır. Tezləyişən proseslərdə bu prosesləri müşahidə eləmək üçün, tədqiq eləmək üçün asiloqrafdan istifadə edirlər. Asiloqrafda biz qazlarda elektrik cərəyanı mövzusunu öyrənəndə asiloqrafın iş prinsipini öyrənmişdik. Rəqs konturunda yaranan sərbəst elektromanit rəqslərinin rəqs periodunu bu düsturu hesablayırlar, uşaqlar, Thomson düsturu deyirlər bu düstura. Düstur belədir, T bərabərdir 2pi kök altında L-S. L sarğacın indüktivliyidir, S kondensatorun tutumudur. Yaxud belə də yazmalı, T periyod düsturunu bilsək, N bərabərdir 1 bölünsün D, o da bərabərdir 1 bölünsün 2pi, 1 bölünsün 2pi L-S. Rəqs konturunda yaranan rəqslərin tezliyini. Bu tezliyi düsturudur, bu tezlikdir. Dairəvi tezliyi, vaxt dönür tezlik də belə olar. 2 pi-ni o da olacaqdır 1 bölünsün kök altında L-S. Rəqs konturundakı rəqslərin tezliyi düsturu budur, periyod düsturu budur, dövr tezliyi düsturu belədir. T rəqs periyodu asılıdır, baxın bir. Burada asılıdır. Nədən? L-in yerinə μL0 yazaram. Tutumun yerinə müstəvi kondensatorsa epsilon, epsilon 0, S bölünsün D yazaram. Görürsünüz. T periyodu μ tezliyindən kök altı asılıdır. Epsilon dielektrik uzunluğuna nədir? Kök altı asılıdır. Sonra köynəyin sahəsindən kök altı asılıdır. D-dən isə nədir? Ötürü asılıqlı məsəbədən tərs asılıdır. Rəqs konturunun T periyodu L-dən və S-dən asılıdır. Başqa heç bir kəmiyyətdən asılıdır. Bu kəmiyyətlərdən asılıdır. Aydındır. Məsələn, bax, periyod düsturu Q maksimaldan asılı deyil. Məsələn, kondensator yükünün qiymətinə asılı deyil. Yaxud cəryan şiddətindən asılı deyil. Oldu.
yaxud kondensat küyünlər arasındakı gərginlikdən asılı şeylərdən nədir? Asılı deyil. Bunlar dəyişsə də period dəyişməyəcəkdir. Periodu bu kəmiyyətlərdən asılı olmayacaq. Eyni zamanda növ tezliyi və omega 4 tezliyi bu kəmiyyətlərdən asılı olmayacaq. Rəqs konturunda yaranan rəqslərin tənliyi bu cürdür. Uşaqlar, mexaniki rəqslərdə belə deyildi. A bərabərdir mənfi omega 0 kvadratı Q. Riyazi rəqsdə belə yazılır. A bərabərdir mənfi J bölünsün E. Burada X. J bölünsün X. Yayılan rəqsdə A bərabərdir mənfi K bölünsün E. X bu şəkildə yazılır. Bu mexaniki rəqslərin tənlikləri bu cürdür. Deməli, mexaniki rəqslərdə X koordinatının əvəzini nədir? Q yükü oynayır. A tərcihdə X-in 2-ni tərk görməsi, düzdür. Onu belə yazacaq. X koordinatı Q yükünə oxşuyur. Onun üçün belə yazacaq. Analogiyada istifadə edilir, belə yazacaq. Q2 iştirik bərabərdir mənfi omega 0 kvadratı Q. Və yaxud Q2 iştirik bərabərdir mənfi 1 bölünsün LC Q. Bu tənliyin həllindən alınır. Q bərabərdir Q maksimal kosinus omeganı yerinə yazaq, 1 bölüşkəndə LC T. Bunlar rəqs konturda yaranan sərbəst elektromanyetik rəqslərinin tənlikləridir. Bu tənliyin həllindən görürsünüz ki, kondensator köynəyindəki Q harmonik konumla dəyişir. Q harmonik konumla dəyişəndə gərginlik də harmonik konumla dəyişəcəkdir. Rəqs konturunda alınan, məsələn, cəryanın tənliyini yazmaq üçün belə ki, kondensatorun yükünün boşalması nəticəsində kondensatorun yükü boşalır və cəryan alınacaqda onu belə yazacaq. I bərabərdir Q-nün törəməsi. Q-nün tənliyi belə yazə bilərik də Q maksimal kosinus omega T götürsə, törmə alsaq belə ki, baxın, Q maksimal sabitdir, törmə şəxsinin qarşısına çıxır. Kosinus törməsi mənfi sinus omega vurulsun, sinus omega T-dir, görürsünüz. I tənliyini, I cəryanın tənliyini aldı. Bu sinusun maksimal qiyməti 1 olanda bu olacaqdır və bu var. Bu olacaqdır cəryanın amplitude qiyməti. Yəni, I maksimal bərabərdir Q maksimal omega. Bu tənlik rəqs konturundakı cəryanın amplitude qiyməti ilə kondensatorun köynəyindəki yükün maksimal qiyməti, amplitude qiymətini əlaqələndirən düsturdur. Bu düsturun tənliyini köməklə bir çox məsələni həll edə biləcək. İndi də rəqs konturunda enerji çevirmələrinə gəlin öyrənək. Belə deyəm, belə bir sxem yığacaq. Bu kondensatordur, cəryan mənbəyidir, mənfi qütbü, müsbət qütbü. Belə. Buna birdən kondensator qoşuruq. Bir dənə də sarğac qoşacaq. Açarın bir vəziyyəti, bura bir vəziyyəti olsun, bu iki vəziyyəti də açardır. Deməli, C kondensatoru, L sarğacı, bu da olsun işləyir. Açarı bir vəziyyətdə keçirsək, uşaqlar, açarı bir vəziyyətdə keçirsək, bu mənbənin müsbət qütbündən yüklər gələcəklər, kondensatorun bu köynəyi yük yığacaq, mənfi qütbündən də yüklər gələcəklər, bura görürsünüz. Açarı bir vəziyyətə qoyanda kondensator mənbədən yüklənəcəkdir. Kondensatorun bu köynəyində müsbət Q maksimal yük olacaq, ən böyük yük burada olacaq. Burada A köynəyində mənfi Q maksimal qədər yük olacaq. Kondensatorun lövhələri arasında belə elektrik səhəsi yaranacaq. Boşalır, müsbətdən mənfiyə belə elektrik səhəsi yaranacaq. Görürsünüz. Bu start halında kondensator mənbədən yüklənir. Elə bir ki, biz riyazi rəqqası aparmışıq, kənar vəziyyətə aparmışıq. Riyazi rəqqasa potensial enerji vermişik. Burada vəziyyəti saxlamışıq. T bərabər 0 anında start vəziyyətində vəziyyət bu cürdür. Start halı belədir. Rəqs konturunda start halı belədir. Kondensator mənbədən yüklənibdir. Kondensatorun enerji tutarı bir olacaq. W elektrik bərabərdir. Burada elektrik enerjisi maksimaldır. Baxdığımız anda maksimaldır. Kondensatorun elektrik sahəsinin, lövhələr arasındakı elektrik sahəsinin enerjisi bir yazarıq. Q maksimal kvadratı bölünsün 2C.
S U maksimal kvadratı bölünsün 2. Q maksimal U maksimal bölünsün 2. Kondensator mənbədən dolubdur. Kondensatorun köynəyindəki yük maksimal qiymət alıbdır. Kondensatorun köynəklər arasında gərginlik maksimal qiymət alıbdır. Elektrik sahəsinin intensivliyi maksimal qiymət alıbdır. Buradakı elektrik sahəsi enerjisinin, intensivlik maksimal olduğuna görə elektrik sahəsinin enerji sıxlığı da maksimal qiymət alır. Amma sarğac tərəfdə hələ cərəyan yoxdur. Burada trəqqası sərbəst buraxsaq, başlayacaqdır belə tranzit vəziyyətinə doğru hərəkət eləmək. Eyni ilə açarı bir vəziyyətindən iki vəziyyətinə keçirsək, cərəyan belə axacaq. Uşaqlar, cərəyan mənbənin müsbət qütbündən belə axacaqdır. Belə axacaq. Burada yavaş-yavaş sarğacın mani hissəsi yaranacaqdır. Oldu. Cərəyan müsbət qütbdən mənfi qütbə tərəf belə axır. Elə bir an gəlir çatır ki, buradakı yük tamam boşalır. Bax, kondensator yükünü tamam boşaldır. Bax, tamam yükü yox olur. Yükü sıfır olur. Baxın burada, yükü nəyə bərabər olur? Yükü bərabərdir, sıfır olur. Bu an T bərabərdir, periyodun 1/4 anlığı olur. Kondensator tamam boşalıbdır, yük dövrədədir. Buradakı cərəyan şiddəti, rəqs konundakı cərəyan şiddəti maksimal qiymət alır. Bax, sarğacın mani səhəsinin enerjisi maksimaldır. Bu anda aşağıda kilometr maksimal qiymət alır. Bax, cərəyan şiddəti maksimal qiymət alır. Sarğacın mani səhəsinin enerjisi, mani səhəsi, sarğacdakı mani səhəsi maksimal qiymət alır. Oldu, sarğacdakı maqnit induksiyası var. Maqnit induksiyası maksimal qiymət alır. Sarğacın mani səhəsi enerjisi də maksimal qiymət alır. Biləcək ki, L, I maksimal kvadratı bölünsün 2, Fi maksimal kvadratı bölünsün 2L, Fi maksimal, I maksimal bölünsün 2. T bərabər 4/1 T anında enerjinin hamısı kondensatordadır. Sarğacda nə yük var, nə enerji var. Yük olmadığına görə körəklər arasında gərginlik də yoxdur. Bu sarğacın deməli, ətələtli olduğuna görə burada, belə deyək, burada yavaş-yavaş yüklər gəlir, bu lövhələr təzədən yüklənirlər. Yarım periyod ərzində belə olur, yarım periyod ərzində belə olur. Baxın, köynək, üst köynək, deməli, mənfi yüklənir, alt köynək, tamam, maksimal, müsbət yüklənir, belə. Bu da sarğac, oldu, məsələn, bax. T bərabərdir, yarım periyod anında kondensatorun yükü maksimaldır, mənfi maksimal, müsbət yükü maksimal. Buradakı gərginlik maksimaldır, buradakı elektrik sahəsi intensivliyi maksimaldır. Enerji hamısı kondensatorun elektrik sahəsindədir. Amma cərəyan şiddəti, rəqs konturunda cərəyan şiddəti sıfıra bərabər. Bu yarım periyoda uyğundur. Gəlin belə axdı, əvvəl belə axdı, burada oldu. Sonraki yarım periyoda belə olacaq, cərəyan belə axacaqdır. Sonraki yarım periyoda təzədən cərəyan belə axacaqdır. Burada belə elektromagnetik rəqsləri alınacaqdır. O rəqslərin periyodu da Thomson üstə hesablanır. Açar bir vəziyyətindədir. Kondensator mənbədən yüklənib. Bu kondensatorun enerjisini bildirir. Elektrik sahəsinin enerjisi görürsünüz. 0,25 oldu bu misalda. İndi açarı bir vəziyyətindən iki vəziyyətinə çeviririk. Cərəyan göz belə axır. Elektrik sahəsi zəifləyir, mani sahəsi güclənir. Bu anda maqnit maksimaldır. Sonra təzədən maqnit boşalır. Kondensator təzədən yüklənir. Bu anda təzədən kondensator boşalır. Maqnit sahəsi enerjisi artır. Belə bir tam rəqs olur. Sonra ikinci bir rəqs belə rəqs yaranır. Burada enerji verməsi üstlər. Hamısı qırmızı enerji, hamısı kondensatordadır. Kondensator enerjisi azalır. Sarğac enerjisi artır. Bu an sarğac enerjisi maksimaldır. İndi sarğacın enerjisi azalır. Kondensatorun enerjisi artır.
O dövrədə belə nədir? Rəqslər yaranır. Cəryanın rəqsləri belə yaranır. Kondensatorun köynəkləri dolub boşalır. Gəlin biraz sürətləndirək rəqsləri. Görürsünüz. Daha sürətlə nədir? Dəyişir. Burada rəqs konturunda sərbəst elektromagnetik rəqsləri alınır. Elektrik sahəsi mane sahəsi enerjisinə çevrilir. Mane sahəsi enerjisi elektrik sahəsinin enerjisinə çevrilir. Rəqs konturunda cəryan şiddəti harmonik qanunla dəyişir. Bu, deməli, sərbəst elektromagnetik rəqsləri alınmasıdır. Rəqs konturunda sərbəst elektromagnetik rəqsləri alınır. Sərbəst elektromagnetik rəqslərində deməli, enerji şemələrini belə müşahidə edir. Rəqs konturunda enerji çevirmələri. Baxın, biz dedik ki, əvvəlcə kondensatoru mənbədən düşürürük. Belə demişdik də, düzdür, bir vəziyyətə keçirmişdik. Kondensator belə mənbədən bir vəziyyətdə yüklənmişdir. İndi, belədir, iki vəziyyətlə keçirmiş. Kondensator görürsünüz, bu lövhəsi müsbət yüklənir, bu lövhəsi mənfi yüklənir. Bizdəki Q bərabərdir Q maksimala. Köynəklər maksimal yük çıxıblar. Burada da bir sarğac var belə. Oldu bu formada. Bu vəziyyətdə kondensatora elektrik sahəsi var. Düzdür, elektrik sahəsində enerjisi var. Elektrik sahəsinin enerjisi bu elektrik sahəsində toplanır. Burada gərginlik var, köynəklər arasında potensiallar var, gərginlik var. Biz nə eləmişik? Kondensator enerji vermişik. Hansı enerji vermişik? W elektrik bərabərdir, maksimal qiymətdir. Bərabərdir Q maksimal kvadratı bölünsün 2S qədər enerji vermişik. Bu nəyə oxşuyur? Elə bir ki, yaylı rəqqasdır, baxın uşaqlar, yaylı rəqqasdır. Yaylı rəqqası dartmışıq. Əvvəl bu vəziyyətdə idi. Yay bura kimi idi. Sonra dartdıq, biraz uzatdıq. Bu qədər dartdıq. Yəni, X maksimal qədər yayı dartmışıq. X maksimal qədər dartmışıq. Yer dəyişməsi X maksimaldır. O nöqtəsi tarazı vəziyyətidir. B nöqtəsi sağ kənar vəziyyətidir. Bu vəziyyətdə yaya enerji vermişik. Yaya verdiyimiz enerji nə qədərdir? W deməli, nə eləyəcək burada? Potensial bərabərdir. Deməli, K X maksimal kvadratı bölünsün 2-dir. Yaya bu qədər enerji vermişik. Yayı indi buraxsaq, nə cür hərəkət edəcəkdir? Bu vəziyyətdə buraxsaq, yay bu vəziyyətdən gələcəkdir tarazlıq vəziyyətinə doğru. Yay gələcək tarazlıq vəziyyətinə doğru. Bu, bura gələcəkdir. Bura doğru gələcək. 4/1 periyodda, bu T bərabərdir 0 anı idi. 4/1 periyodda, 4/1 T-də yay gələcək bu vəziyyətə çatacaqdır. Bu halda yayın X uzanması, yəni yer dəyişməsi 0-a bərabərdir. 4/1 periyod müddətində yay bu vəziyyətdən bu vəziyyətə gələcək. Burada yayın potensial enerjisi bu cismin kinetik enerjisinə çevirir, düzdür. İndi eyni ilə buradan yayı buraxmağımız açarı iki vəziyyətinə keçirməyimizə ekvivalentdir. Açarı iki vəziyyətdə keçirəndə gəriyən müsbət gücdən lövhədən kondensator müsbət lövhəsindən belə gələcəkdir, mənfi lövhəsinə gəlməyə başlayacaq. Yəni burada rəqs konturunda cəryan yaranacaq. Deməli, 4/1 T anında belə olacaq. 4/1 T anında kondensatorun köynəyində yük qalmayacaq. Burada yük qalmayacaq. Q bərabərdir nə olacaq? 0 olacaq. Bu vəziyyətə oxşardır. Buna deyəcək, T bərabərdir 4/1 T anında. Deməli, yük azaldı, cəryan, burada rəqs konturundakı cəryan maksimal qiymət aldı. Cəryan şiddəti maksimal qiymət alıbdır. Bu sarğacın mani sahəsi, burada mani sahəsi var. Mani sahəsinin artıq
Buradakı mani seli maksimaldır. Mani selsinin enerjisi də maksimal qiymət alır. Bax, bu qiymət alacaq. Bax, maksimal qiymət belədir. Bax, W magnit bərabərdir. I maksimal kvadratı bölünsün 2. İstəsələr belə deyəcəm. W magnit bərabərdir. Fi maksimal kvadratı bölünsün 2 kimi yazam. Mən bir dənəsini yazsam belə. Görürsünüz. Bax, 4/1 periyodda kondensatorundakı kondensator elektrik sahəsinin enerjisi sarğacı mani sahəsinin enerjisindən çevrilir. Eyni də burada görürsünüz. Yayın potansiyel enerjisi cismin kinetik enerjisinə çevrilir. Sonra bax, belə davam edəcək. Bax, burada cisim dayanmır ki, ətrafda olduğuna görə cisim nə edəcəkdir? Bu yaya bağlanmış cisim gələcək sol kənar vəziyyətə. Bax, bu A nöqtəsinə gələcək. Belə bax, bu vəziyyətə gələcəkdir. Maksimal sıxılmasına vaxt olacaqdır. Yayın maksimal sıxılması, baba x maksimaldır. Görürsünüz, x maksimal buradır. Bura tarazlıq edir. X maksimal qədər bu sıxıldı, görürsünüz. Bu vəziyyət nə vaxt olur? Yarım periyodda olur, düzdür. Sağ kənarda başlayıbdır, sol kənara gəlib çatması yarım periyod qədər vaxt aparır. Belə bax. Bu vəziyyətdə deməli, yayın potansiyel enerjisi maksimaldır. Cismin kinetik enerjisi sıfıra bərabərdir. Bax, eyni qayda ilə onu oxşar bilədir. Bax, deməli, burada cəryanın axınması davam edir. Sarğac induktorluğa malik olduğuna görə cəryan belə yenə axması davam edəcəkdir. O vaxta kimi davam edəcək ki, kondensatorun alt köynəyi maksimal müsbət yüklənəcək. Startdakı nəticədə yuxarıda köynəyi mənfi maksimal yüklənəcək. Mənfi yükünə maksimal yüklənəcək. Belə görürsünüz, burada yenə Q maksimaldır. Amma startdakının fərqi nədir? Startda üst köynək müsbət idi, alt köynək mənfi idi. Burada üst köynək mənfi yükləndi, alt köynək müsbət yükləndi və rəqs konturundakı cəryan şiddəti nəyə bərabər oldu? Sıfıra bərabər oldu. Bu nə vaxt olur? Yarım periyod müddətində belə olur. Sonraki deməli, yarım periyodda nə baş verir? Baxın, bax, bu vəziyyətdə olanda verirsiniz, bax, buradan cisim gəlir tarazlığa doğru, bu vəziyyətə çatır. Nə vaxt gəlir çatır bura? 4/3 periyodda cisim gəlir, cisim, yaya bağlamış cisim gəlir, çatır tarazlıq vəziyyətinə. Olur 4-də nədir? 3T-də. Burada potansiyel enerji, yayın potansiyel enerjisi sıfırdır. Kinetik enerjisi isə maksimaldır. Buradakı kimi kinetik enerjisi maksimaldır. Kinetik enerjisi nə qədərdir? M V maksimal kvadratı bölünsün 2. Eyni qayda burada belə olacaq. 4/3 periyodda belə olacaq. 4/3 periyodda üst köynəkdə də yük olmayacaqdır. Alt köynəkdə də yük olmayacaq. İkisində də yük sıfır olacaqdır. Amma sarğacdakı rəqs kontrol cəryan şiddəti maksimal olacaq. Sarğacdakı mani seldi, mani sahəsinin enerjisi maksimal qiymət alacaq. 4/3 periyodda yenə sıfır oldu. 4/1 periyodda kondensatorun yükü yox idi. Bir də 4/3 periyodda kondensatorun yükü sıfıra bərabər oldu. Köynəklərdə yük yoxdur. Kondensator tam boşalıb. Amma əvəzində rəqs konturundakı nədir? Cəryan şiddəti maksimal qiymətə. Bu vəziyyətdə nə olur? Mani sahəsinin enerjisi maksimal qiymət alır. Aydın oldu. Sonra deməli, tam periyodda nə olur? Yaya bağlanmış cisim gəlir, startdakı vəziyyətə nədir? Startdakı vəziyyətə sağ kənar vəziyyətə çatır. Görürsünüz, bu vəziyyətə gəlir çatır. Burada artıq potansiyel enerji maksimaldır, kinetik enerji sıfırdır. Fikir verirsiniz, burada bu rəqslər x belə dəyişir. Baxma, görürsünüz. Tarazda, buradan gəlir belə. Görürsünüz, belə maksimaldır. Gəlir sonra sıfırdan geçir, görürsünüz. X koordinatı nə cür dəyişir? Bu da sıfır vəziyyəti buradır. Maksimal bura, x maksimal vəziyyətindən başlayır. Görürsünüz, x koordinatı harmonik qanunla dəyişir. Eyni qaydayla yükü də yazsa, yük də belə harmonik qanunla dəyişir. Belə deyək, bu vəziyyətdə yük maksimaldır. Yükü bu tərəfə göstərir, yük maksimaldır. Q maksimaldır. Bu vəziyyətdə Q sıfırdır. Belə gəlsin, bu azaldı, burada Q sıfır oldu. Bu vəziyyətdə Q maksimaldır, yenə belə maksimaldır. Bu vəziyyətdə Q təzdən sıfırdır, görürsünüz. Bu vəziyyətdə sıfırdır. Tam periyodda nə cür olacaq? Tam periyodda belə olacaq. Deməli, kondensatorun üst köynəyi müsbət yüklənəcəkdir, az köynəyi mənfi yüklənəcək. Startdakı vəziyyətdə geri nədir?
qardaş görürsünüz. Bax, kondensator köynəyindəki yük də harmonik qanunla dəyişir. Deməli, burada elektrik sahəsi elektrik sahəsi mavi sahəsinin enerjisinə çevirir, mavi sahəsinin enerjisi elektrik sahəsinin enerjisine çevirir. Burada da potansiyel enerji kinetikə çevirir. Kinetik enerji də potansiyel enerji çevirir. Bax, oxşarlığa baxın, benim uşaqlar. Bax, belə bir analogiya var. Bax, fikir verin. Elektrik sahəsinin enerjisi maksimal qiymət alanda potansiyel enerji maksimal qiymət alır. Bax, burada görürsünüz, bax, K'nın yerinə 1 bölünsün S'dir. Q'nun yerinə X'dir. Q'nun yerinə X'dir. Bir analogiya var. Baxın, deməli, bax, burada kinetik enerji maksimaldır. mv kvadratı bölünsün 2. Kinetik maksimaldır burada. Baxın, bax, m'in yerinə induktivlikdir. M'in yerinə induktivlikdir. V maksimalın yerinə nədir? I maksimaldır. Burada rəqs kontrolunda enerji şerimələrini yaylı rəqqasdakı enerji şerimələrinə uyğunlaşdırdı. Sebab prosesi başa düşəsiz. Tam belə oldu. Bax, əvvəlcə cərəyan belə gəlir, sonra belə. Bir perioddakı prosesləri analiz elədik.